Tələbəm Aydın bəylə bugün şəhər daxil iş dərsimizə çıxırıq. Aydın bəy, sağının yanında zəhmət olmasa bir zor sağa keçirlər. Nişanlara bax, birinci zotan sağa, ikinci zotan düzünə sağa, üçüncü zotan ancaq düzünə getmək lazım. Azad sürətin işıq bura bax. Deməli, səninlə bu üçüncü dərsimizdir, düzdür, amma iç yola çıxırıq. İlk iki dərsimizi biz meydança ətrafında gərginlik uzun qısada öyrəndik. Bax, piyadalar görsən, əslində yol verilməlidir, amma çox uzaqdadır. Dön get. Burada qalıb tıxaca səbəb ola bilərsən deyə qonşu zolaqda, qonşu hərəkət səsindədir. Ona görə də getdik. Bax, dönərkən sağa birinci zola düşmək lazımdır. İndi buranı düz gedəcəksən, onu da qardaş. Deməli, orada fikir verdin, nişanlar var idi. Birinci zolaqdan ancaq sağa, ikinci zolaqdan düzdən sağa döndüyün. Əgər orada heç bir nişan olmasaydı və ya yerdən nişanlama xətt çəkilməsəydi, biz birinci zolaqdan düzünə sağa gedə bilərdik. Amma gördün, nişan bizi məhdudlaşdırdı düzünə getməyə. Dedi ki, ancaq sağa ged oradan. Orta zolaqdan ancaq düzünə gedə bilərik. Sağa sola geriyə dönmək olmaz. Amma gördün, orada düzünə sağa çəkilmişdi deyə orta zolaqdan sağa dönmək mümkün idi. Kənar sol zolaqdan isə heç bir nişan və nişanlama xətti olmasa, düzünə sola və geriyə getmək olar. Aydındır. Amma orada ancaq düzünə çəkildiyi üçün üçüncü zolaqdan ancaq düzünə getmək olar. İndi sağını yandır. Tələsmə, maşın keç sonra. Azalt sürətini. Bax, burada görsən heç bir nişan yox. Düzünə sağa gedə bilərsən. Amma yerdən nişanlama xətt çəkilər biraz solğundur. Burada yaxşı olar ki, nişanla quraşılsın. Bax, orada diqqətlə, yerdə bax, solğun rəngdə sola var. Bax, orta zolaqda. Bax, indi biz yolu tanıyırıq. Biz bilirik ki, məsəl üçün, oradan orta zolaqda yerdən nişanlama xətti var. Düzdür, yol tanımayan insan gəlsə, oradan keçsə və o nişanlama xətti, o 1.18 nişanlama xəttidir. O, deməli, biraz artır sürətini, biraz artır. O, nə bilsin ki, oradan sola çəkilməyə, yerdən nişanlama xətti var ki, sola getməyə imkan olsun, başlayın. Ona görə də sağdan nişanlar olmalıdır. Bəyək necə kvadratın səsi nişanlar gördü ya, 5-8-1 və yaxud 5-8-2 nişanlar. Onlar olmalıdır ki, nişanlar təkrarlanmalıdır. İnsanlar yerdə görə bilmirsən, yuxarıda görsünlər. Biraz alt sürətinə, burada sən üstünsən. Davam elə. Bax, sağa doğru gedəcəksən. Öz yoluna davam elə. Soldan gələn səni gözləyəcək. Aha. Əlası. Piyadaları görsən, azad sürətini. İndi qarşıdan sağa gedəcək. Çətinlik yoxdur, Aydın bəy? Yox. Maşallah özünü sürürsən, işlər yola çıxırıq səninlə və sağa dönmüşünü yandır və maşallah iş dəfəsini çox yaxşısan. Hələ çox dərslərimiz var qarşıda. Məndimin yaxşılığı. Sağ ol əziz qardaş, var ol, diqqətin üçün, verdiyin dəyər üçün. Daha yaxşı olacaq, daha yaxşı sürəcək inşallah. Bunun üçün çalışırıq, oldu mu? Tamamdır. Çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Sağ ol.